Give the question to the underlined word. Altına xətt çəkilən sözə sual verin. Sarah goes to the gym on Monday. Sarah demək bazar ertəsi günləri idman zalına gedir. Monday zaman zərfi olaraqdan when-dən sual verilməlidir. Daha sonra köməkçi feilimiz does, sonra mübtəda, daha sonra isə əsas feilimizdən qeyd olunmalıdır söz sırası. Və altına xətt çəkilən söz təkrarən yazılmır. A variantında söz sırası yanlışdır, həmçinin söz təkrarən yazıldığı üçün düzgün deyil. C variantında da eyni səhvi görürük. E-də Y variantında on Mondays təkrarən yazıldığı üçün səhvdir. B və D variantı arasında düşünsək, B variantında when does Sarah go to the gym? Sarah idmana nə zaman gedir? Zaman zərfi olduğu üçün düzgün sualımız B variantında qeyd olunmuşdur. D variantında isə sual sözü doğru verilməyib. Where verilib, bu isə məkanı soruşur. Söhbət zamandan getdiyi üçün artıq D variantı düzgün sual cümləsi sayılmır.